Em, Deməli, mən Nərgiz Məmmədova 2024-cü ildə Tibb Universitetini bitirmişəm. Və daha sonra Raymonda Amerikanıqa başlamışam. Bu müddət ərzində işləməmişəm və FAMED imtahanı, daha sonra da aprobasiya imtahanını vermişəm. Ə, Fidanla biz qrup yoldaşı olmuşuq. Sağ ol. Mən də qrup yoldaşı olmuşuq. 2024 məzunuyam. Mən də sadəcə 6 ay, 5-6 ay işləmişəm. Sonra mən də aprobasiya imtahanı verib beləliklə tamamlamışıq Amerikanımızı. Sən Biz o vaxt özümüz hazırlaşanda tələbə vaxtı AMD-də bir videoya baxmışdıq. Aprobasiya ilə bağlı Adilə xanım danışırdı. Biz tam universiteti qutaran ərəfələrdə aprel ayında da Eldarın videosu olmuşdu Fametlə bağlı. İkisi də bizə çox-çox kömək olmuşdu. Ona görə biz istədik ki, imtahanımızı verək. Hər şey qutarandan sonra biz də bir video paylaşaq və hamısını ümumiləşdirək ki, insanlar üçün yararlı olsun. Çünki çox suallar olur. Bizim də suallarımız çox idi bütün bu proseslərdə. Naqtail, Fortail hamısını çalışacağıq ki, deyinək və gələcək qərarınızda sizə kömək olsun. Deməli, əvvəlcə burada danışacağıq ümumi sənədləşmədən. FAMED imtahanının qısa hazırlığından burada çox qalmayacaq. Sonra Cadence Proofing burada biraz daha da geniş və ən sonda da ümumilikdə müzakirə eləyərik. Mən əvvəlcə sənədlərin yığılması ilə başlayaq. Birinci var Azərbaycanda yığmalı olduğumuz sənədlər və Almaniyada yığmalı olduğumuz sənədlər. Yəni Azərbaycanda yığılanları elə diplom alandan sonra başlasaz yaxşı olar, vaxt da getməz. Çünki həqiqətən biraz vaxt alan prosesdir Azərbaycandakı sənədlər. Biz özümüz gələndə bilmirdik və gəldik. Bura gələndən sonra Azərbaycanda sənədlər yığıldı. Hardasa bir 2 ayımızı aldı o sənədlərin toplanması ki, biz sonradan sənədləri profesə verə bildik. Burada aydınlıq gətirin. Biz etibarnamə verdik və elə etibarnamə verməklə bizim üçün kimsə, ailə üzvlərimizdən idi məsələn, kimsə bizim üçün yığdı o sənədləri. Amma təbii ki, adam özü eləsə, ondan sonra gəlsə daha rahat olar. Daha tez olar. Vaxta da qənaət olar. Deməli, diplom əlavəsi. Bir də dekanlıqdan Stunden Übersicht deyə bir deyə bir sənəd sənəd var. alırsınız. Burada sizin bütün keçdiyiniz dərslər sadə ilə verilmiş. Yəni bizim diplom əlavəsində ancaq kreditlərdir, amma Stunden Übersichtdə neçə sahədə uyğun gəldiyi yazılır. Yəni bu belə bir sənəd istəyirlər. Bunu dekanlığa müraciət edirsiniz, artıq o qədər adam alıb ki, tanıyırlar bu sənədi. Deyən kimi hazırlayırlar bir həftəyə onu götürürsüz. Və belə bir şey də var ki, diplom əlavəsi Stunden Übersicht nə ki təhsilə aiddir, bu sənədlərin əlavə legalizasiyasını tələb edirlər. Amma yəni bu tərcümə deyil, tərcümə olmayacaq bu Azərbaycanda. Buna bir qısa aydınlıq gətirin, çünki bəzən çaşdırır. Sadəcə legalizasiya edirsiniz, tərcümə isə burada olmayacaq. İşte sonra buradan danışacağıq. Daha sonra doğum şəhadətnaməsi, o Azərbaycandan vizanızı alırsınız. Artıq burada yəni şans kartıdır, yoxsa FAMED vizasıdır, bu dəyişir. Ya da burada gəlib Fiktionsbescheinigung'u keçmisiniz vizanı uzadanda. Bu situasiyaya görə dəyişir. Daha sonra gəlir məhdudiyyət arayışına. Məhdudiyyət arayışını almaq həqiqətən uzun çəkir. Bir ay gözləyirsiniz bunu. Bunu Səhiyyə Naziri ilə alırsınız və ara-ara zəng edirsiniz. 3 ay bunun neçə ay? Bir ay vaxtı gedir var. bunun. Yox. Gül keklik müddəti deyirsən. Bu dəyişir. Bizim vaxtımızda 3 ay idi, deyəsən indi 6 aydır, amma bunu da dəqiq yanına deyək ki, bu sənədlər biz onlarla danışanda tələb olunanlar idi. Siz özünüz ən rahatı odur ki, profesə yazırsınız, sadəcə bir e-mail yazırsınız ki, mən Amerikanımı Rayland Passe eləməliyəm və sizə bir e-mail gəlir. O e-maildəki sənədləri biz bura məsələn bizə gələni yazmışıq. O sənədləri dəqiq, tək-tək tərcüməsini eləyin, ChatGPT ilə eləyin, tək-tək, yəni dəqiq baxın ki, nə tələb edirlər, sonra onları toplayın, göndərin ki, defisit sənəd gəlməsin. Bir də bu vurğulayım, bizim Amerikanın elədiyimiz vaxtlar 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlləri. Yəni biz bu vaxtlarda yazmışıq. Yəni biz avqust ayı, noyabr ayı yazmışıq və bunları istəyiblər. Keçən ilin martında buydu. Daha sonra məhkumluq arayışı, bu çox qısa çəkir, yəni asan xidmətdən ala bilərsiniz bu arayışı və əgər bilirsinizsə, nikah şəhadətnaməsi. Yəni ya da ad, familiya nə vaxtsa dəyişilibsə, onun da sübutunu istəyirlər. Ad da dəyişdirə bilir adamlar. Ad, familiya. Bu getdi, bunları toplayırsınız və daha sonra gəlirsiniz. Bir də
indi nəsə ofisial formatda danışarıq. Və sonra bütün sənədlər burada tərcümə edilməlidir, amma antlı tərcüməçi tərəfindən qəbul olunur. Yəni asan xidmətçinin tərcüməsi Tərcüməsi yəni qəbul olmur. olunur. Biz ona görə doppel tərcümə eləmiş olduq. Gələndə, tələbə vaxtı da həmişə elətdirəndə asan xidmət tərcüməsi sayılırdı. Amma yəni o professordan bizə e-mail gələndə belə böyük yazılmışdı ki, ancaq andlı tərcüməçi. Andlı tərcüməçinin də hələ linkini qoymuşdular ki, girib baxırsınız, hansı tərəfdə yaşayırsınızsa, ora yaxın olan tərcüməçiyə verirsiniz sənədləri, o tərcümə edir və pečatlayır ki, mən sənədin orijinalını da görmüşəm, tərcüməsini də eləmişəm. Özünüzü yəni kontakta keçirsiniz və o O həll formatda edir. danışırsınız. Və daha sonra bütün bu Biz İradə sənədlərdən xanımla eləmişdik, pardon, onu da dedim. və bütün sənədləri daha sonra həm orijinalını, həm də ki tərcümələrini backup elətdirir mənzildə. Backup'ini Bakıda da elətdirə bilirsiniz, səfirlikdə, amma mən biləni baha idi o. Amma burada Daha 3 euroya ucuzdur. falan Rathaus'da Və ya da tezdir. yəni bir günə eləyə bilirsiniz. Yəni backup sadəcə odur ki, siz aparırsınız sənədlərinizi Bürger büroda, Rathaus'da baxırlar ki, hə belə bir sənəd var. Bu da onun tərcüməsidir. Onu yəni kopya eləyirlər, yenə bir üstünə ştamp vururlar ki, bəli, bu sənəd var. Daha sonra antrakt məsələsi gəlir. Bir antrakt doldurursunuz sənədlərinizi verməklə bağlı. Və burada belə bir məsələ var ki, biz məsələn artıq Almaniyada yaşayırdıq və Almaniyada falan var idi. İnland kimi doldurduq bunu. İki variantı var. Inland kimi ola bilər, Ausland kimi ola bilər. Dinərci deyən kimi Anmeldung var idi deyə biz Inland antraktı Burada çox doldurduq. sürətli olur inland kimi dolduranda. Amma Ausland kimi dolduranda bir qədər daha çox uzun ola bilir. Əvvəlcə bir Beratung müddəti var. Beratungdan sonra belə deyək də, siz elə bir ki, kiməsə deyirsiniz ki, hə, bəs mən Almaniyada Anerkennung eləmək istəyirəm. Necə gedir bu işlər? O sizə beraten eləyir ki, okey, sən elə sənədlərini Rheinland-Pfalzda siz ondan aldığınız sənəddə verirsiniz bunun üstündə və beləliklə Auslandda müraciət eləmiş olursunuz. Amma biz bunu eləməmişik deyə detalyer bilmirik. Amma məcbur deyilsiniz, yəni Almaniyada qeydiyyatda olmağa. Xaricdən də eləyə bilirsiniz. Yəni eləyən tanışlarımız var. Daha sonra bir Lebenslauf, aktual yəni CV doldurmaq lazımdır. Və famit sertifikat. Bir də bir məsələ var, Amelda Beşengung məsələsi. Əgər ki sizin Rheinlandda bir tuzağınız yoxdursa, yəni hal-hazırda bir işiniz yoxdur. Məsələn, məndə o cür idi, Fikranda da o cür idi. Siz Rheinland-Pfalzdə niyə sənədlərinizin burada işləməyi istəyirsiniz? Yəni bunun sübutu kimi bir sənəd təqdim etməlisiniz. Bunu isə Amelda Beşengunqla eləmək olur. Bu nədir? Qeydiyyat sənədidir. Yəni bununla demiş olsunuz ki, mən Rheinland əyalətində yaşayıram hal-hazırda. Burada qeydiyyatdayam. Ona görə də mən istəyirəm ki, mənim sənədlərim burada yoxlansın və denk, yəni Anerkennungumu burada alım. Və buna görə də əgər ki, yenə vurğuladığım kimi, Tulaga yoxdursa və Inlanddan, yəni Almaniyada yaşayaraq bunu eləmək istəyirsə, şərtdir ki, Rheinland-Pfalzda mütləq Amelda Beşengung təqdim edəsən. Başqa olandır ki, sayılmır əslində. Yəni biz özümüz gələndə evə baxmadıq hardadır və müalicə çox yaxın idi. Fikirləşdik ki, Rheinland-Pfalzdə ev tutduq. 15 dəqiqə məsafədə olsa Hessenə düşmüşdü. Ona görə eləyə bilmədik. Ona görə məcbur bir də köçməli olduq. Yəni bunu da nəzərdə saxlayarsınız. Deməli, sonra gəlib növbəti addıma sənədlərin hamısını toplayaraq göndərirsiniz poçtla. Professor. Professor elə ən yaxşı olur ki, əvvəldən siz professor yazırsınız və lazım olan sənədlərinizi detalyer onlardan alırsınız ki, nə istəyirlər, toplayırsınız və orada onsuz poçt nömrəsi, hər şey yazılır ki, hara göndərməlisiniz, ora göndərirsiniz. Və daha sonra onlar sizə bir Eingangsbestätigung göndərir poçtuna. Yəni biz sizin sənədlərinizi bəli əldə etmişik, sizin sənədlərinizi görürük və sizin əlavə sənədlər xahişən eləməlisiniz deyə bir sənəd göndərirlər. Onlar sənədlərinizi alır və Landesamta göndərir. Bunlar detallı məsələlərdir. O qədər ehtiyacınız yoxdur. Landesamta göndərir. Landesamt bizə Eingangsbestätigung verir. Landesamt o yerdir ki, həm də bizim aprobasiyamızı verir. Və daha sonra sizdən 3 əlavə sənəd istəyirlər. Birini Erstliche Bescheinigungdur. Bunu Almaniyada alırsınız. Bunu da vurğulamaq istəyirəm. Çünki bəzən adam elə bir ki, Azərbaycan ağzında hər hansı bir house arts praksisinə gedə bilərsiniz ya da ki, hər hansı bir hospitasiya edirsinizsə, məsələn,
Ermənistandakı aprobir tipi həkim sizə Babaşani qonqu verə bilər. Yəni sadəcə deməkdir ki, orada ankroçen eləmək üçün 3-4 yer var. Apotekerdir, yoxsa çan art, yoxsa art. Yəni belə işləyə bilər. Sadəcə kroçen eləyir və yazır ki, mən müayinə elədim, işləyə bilər. İndi olmaz birdən hospitasiya, birdən Hausarts problem eləyər ki, Nərgizdə axırıncı dəfə elədi biri, infupas istəyirlər. Belə bir infupasınız varsa Azərbaycanda, yəni bizim yox idi. Məndə Yəni belə bir şey də yoxdur. Amma məsələn serologiyalarınız da olsa çox detallı bir şeydir, amma olsa yaxşı Yəni, olar. əgər imkasınız varsa, üstünüzdə götürməniz arzu olunan amma yoxdursa da çox böyük problem deyil yəni. Hı. Bir də əgər varsa tuzağınız, yəni əgər ki işə çıxacaqsa, iş qəbulunuz varsa onu göndərirsiniz. Məndə yox idi yəni dediyim kimi. Nəysə, daha sonra siz bu sənədləri göndərəndən sonra Hörüngsorens. Hörüngsorens yenə də bu burada gedirsiniz yenə Rathausa və Hörüngsorens lazım olduğunu deyirsiniz. Ödənişdə 13 evroydu. Onu ödəyirsiniz. və onlar sənədi sizin əlinizə vermirlər. Birbaşa göndərirlər. Birbaşa göndərirlər ki, yəni bu o demək ki, bizim məhkumiyyət arayışının Alman variantı ki, Almaniyada mənə qarşı heç bir məhkəmə işi yoxdur. Yəni biz göndərəndə Erseşə Beşaynikov göndərdik, Führungszeugnis göndərdik, Tuzaga qaldı, Tuzagımız yox idi. Biz bu iki sənədi göndərəndən bir həftə sonra bizə artıq aprobasiya üçün qeydiyyata alındığımız gəldi. Dedilər ki, martda imtahana girəcəksiniz. Bir də ödəniş istədilər. Bu da 100 civarında bir Bəli, məbləğ onun idi. üçün idi ki, bizim dərslərimizə baxıblar və görüblər ki, bizim çatışmayan fənlərimiz var. 4 fənn idi, amma dəqiq yadımda deyil. Biri Rechts medisini idi, biri geriatri idi. Yəni onsuz o qədər də önəmli də deyil və burada artıq sizi dəvət edirlər ki, sizin çatışmayan fənləriniz var və biz sizi Kennesprüfunga dəvət edirik. Diplomunuzu anerkənin eləmək üçün. Aha, bunu elədiniz. Əgər müddət ərzində ki, məndə elə oldu, aprobasiya terminim gəldi. Terminim də dedim, yəni mart ayı üçün geplant olduğum gəldi. Ondan sonra mən iş tapdım və onun tuzağəsini verdikdən sonra Berufserlaubnis aldım. Yəni bu o deməkdir ki, çox soruşurlar bunu. İşləmədən Berufserlaubnis ala bilərəmmi? İş yoxdursa Rheinland-Pfalzdə Berufserlaubnis yoxdur. Amma Berufserlaubnis olmadan aprobasiyaya girə bilərəmmi? Yəni girə bilərsiniz. Və bir də bu əlavə etmək istəyirəm ki, işləmədən aprobasiya verə bilərəmmi? Yəni 100% verə bilərsiniz. Çünki mən davamında çox böyük bir sual idi əslində ki, işləmədən olarmı? Amma onlar üçün bunun heç bir fərqi yoxdur. Yəni nəysə orada toxunaq. Biz ki bəncə biraz tez-tez davam etməyə çalışaq. Və deməli burada siz təxmini bir tarix alırsınız ki, məsələn, bizdə belə 2026-cı ilin mart ayına sizin aprobasiya imtahanımız planlanıbdı. Və siz bunu bilirsiniz. Ta ki imtahana ortalama 6 həftə qalmışa qədər. İmtahana 6 həftə qalmış. Siz detallı bir formada imtahanın tarixi, dəqiq, yəni günü, saatı və əlavə detallar haqqında məlumat alırsınız. Və sizdən eyni vaxtda imtahanın ödənişini istəyirlər. İmtahanın ödənişinə də KPS hissəsində gələrik. İndi istəyirəm qısaca Famet Prüfung haqqında danışaq. Bizim vaxtımızda Famet ancaq Rheinland-Pfalz və Bayerndə keçərli idi. Rheinland-Pfalzdə keçərli olması üçün dil sertifikatına ehtiyac var idi, amma Bayern üçün deyəsən yox idi heç. Amma indi Famet daha çox tanınır. Yəni sadəcə Famet test, Famet Prüfung Google-da yazsaz tapacaqsınız və yenə də onların saytında da açıq-aydın hər şey yazılıb ki, harda, hansı şərtlərlə tanınır. Bizdən sonra Baden-Württembergdə də artıq tanınmağa başladı. Saarlandda Einzelfall-la tanınırdı. Belə. Yəni əslində qalanda logiqdir. Famet eləmək. Prüfung əvəzinə Famet Prüfung eləmək. Bir şeylə vurğulamaq istəyirəm ki, mütləq məcbur deyil ki, sertifikat və C1 olsun. Yəni B2 sertifikatla da sənədləşmə işlərinizi həll edə bilərsiniz. Yəni biz B2-yik. Sonra gəlirik, deməli, sonra imtahana hazırlaşırsınız. İmtahana hazırlaşmaq çox məsləhət görərdim ki, Almaniyaya gəlməmiş elə Azərbaycandaca tam hazırlaşıb gələrsiniz. Bunu əslində Eldar da belə demişdi. Biz də o məsləhətdən şeyləmişdik. Yəni əslində bura gəldim, hospitasiya eləyərək hazırlaşım biraz çətin olur və heç bir mənası yoxdur əslində hospitasiya eləmənin imtahan üçün. Çünki onsuz da yəni konkret
öyrənilmiş bir şeydir. Yəni öyrənirsiniz və imtahana girib cavab verirsiniz. Yəni xüsusi bir rolu olmadığına Özümüzdə görə yoxdur. Yəni Azərbaycanda lazım deyil o qədər də. Azərbaycanda rahat bir şəkildə oturub imtahana hazırlaşa bilərsiniz və Yəni tam hazır olanda o cür gəlin. o qədər tanışımız var ki, Almaniya görmədən, hospitasiya eləmədən giriblər, hətta Fachsprachen prüfungu keçiblər də. Xamet bilirik ki, məsələn, hazır gəliblər var da, ondan kənara çox çıxmır. Bizim imtahanımızda düzü çıxmışdı, yəni əvvəldən bilmədiyimiz bir Fayl fal vermişdi. Amma baxmayaraq ki, belə düşdü, onu da eləmək olurdu, yəni alındı. Bileti almaqda çox sadədir. Yəni heç bir şey gözləmirsən. Necə ki, B2 sertifikatına pulunu ödəyirsən və bilet alırsan, Bu da burada da elə. elədir. İstədiyin günə seçirsən və alırsan. İndi gəldik Xəmətə hazırlaşmağa. İlk olaraq bu kitab Mention in Berlin çox kömək eləmişdi. Onu xatırlayıram. Orada dinləmələri eləmişdik, transkripsiyalarını oxumuşduq, Hörfeşteyni yaxşılaşdırmaq Yəni üçün. ümumi bir dəfə oxuyub keçsəz kifayətdir. Bu digər kitab Fachsprachenprüfung erfolgreich bestehen kitabı. Bu tam əslində Xəmət üçün bu kitab çox genişdir. Bunun əvvəl hissəsi var idi ki, orada məsələn içinə atsaz görürsüz ki, məsələn kardiologiya bölübdür, sonra allgemein xirurgiya Bunlar bölübdür. Oralara yox. Əvvəlinə, ümumi hissəsinə. Və bir də Xamet qrupu var. Ama Famit qrupu var. Famit qrupunda ən aktual düşən fəlləri, ən aktual vəziyyətləri görə bilərsiniz və məsəl görərdim ki, mütləq simulyasiya üçün özünüzə imtahana hazırlaşan bir adam, yəni partner taparsınız. Çünki çox xeyirli. Yenə bir ulduz imtahana girib kəsilmiş bir rəhmətlik. Çox yaxşıdır. İmtahan haqqında bilgiləri daha çox olduğu üçün təbii ki, amma mütləq bir partnerlə hazırlaşmamız arzu olunandı. Bir də mən bura bizim konspektik olmuşam. Burada nə demək istəmişəm? Yəni aktual bir konspektdən məsələn biz elə hazırlaşmışdıq. O vaxt aktual bir konspekt başqa idi və həmin onun üstündə sırf özümə uyğun və hətta ayrı-ayrı idi bizdə. İmtahan birlikdə hazırlaşır, amma hazırladığımız qəliblər ayrı-ayrı idi. Yəni sırf orada nə deyəcəm, onu yazırdıq. Sonra atırdıq ChatGPT-yə, qrammatik onu korrekturunu verirdi və sonra onu əzbərləyirdik. Yəni ki, sizcə bu konspekt başqa məncə artıq daha aktual konspektlər var yəni bizim vaxtımızda. Çünki 2024-cü ildə biz vermişdik imtahanı. Bilirəm ki, bizdən avklerikləri oxuyurlar. Aha. Gəldik Candice Prüfung hissəsinə. Arada danışdıq məncə, yəni Candice Prüfunga qədər iş də axtara bilərsiniz, imtahana da hazırlaşa bilərsiniz. Artıq o sizin öz seçiminizə qalan bir şeydir. Yəni Xamet sertifikatınızı aldınız, yığılan sənədlər hamısını üst-üstə qoydunuz, professora göndərdiniz, aprobasiya üçün qeyd oldunuz. Başlayırsınız aprobasiyaya hazırlaşmağa. Deməli, burada Həqiqətən hazırlaşmağa. Burada bir məsələdən danışmaq istəyirəm. Bu imtahan üçün sizin bütün bilikləriniz yararlıdır. Həqiqətən Bütün bilikləriniz universitetdə lazımdır. eşitdiyiniz o mühazirələrdə deyilən hər cümlənin almancaya tərcüməsi, yəni həqiqətən bu imtahanda bizdən tələbə vaxtı eşitmədiyim heç nə soruşulmadı. Yəni hamısını tələbə vaxtı adam hər şeyi bilmir, amma eşidirsən. Yəni qısaca aydınlıq gətirmək olsa, yəni bu Almaniyada Alman tələbələrin universiteti bitirəndə verdikləri son imtahandır. Hansı ki biz də bunu Azərbaycanda özümüz universiteti bitirəndə necə ki imtahan veririk. Biz buna dövlət imtahanı deyirik. Bu da onların son emtihal prüfunglarıdır. Ştat prüfungudur. Yəni dövlət imtahanıdır. Aha, yəni bu əslində tələbə səviyyəsində nəzərdə tutulmuş bir imtahandır. Aha. Deməli, əvvəlcə qısaca imtahana hazırlıq materialları üstünə keçək. Sonra da imtahanın gedişinə kurs toxunaq. Deməli, əvvəlcə çox məsləhət görərdim ki, fəalbuqlar oxumaqla başlayasınız. Həm fəalbuqlar sizin üçün ümumi bir anlayış olacaqdır ki, hansı xəstəliklər imtahanda soruşula bilir. Həm daha sadə dildə yazılıbdır, həm də ki, bir Almanca ümumiyyətlə xəstəliklərə, Almanca onların yanaşma tərzlərinə bir ümumi baxış olar. Amma əsas, belə deyim, gold standart Ambosdur. Sadəcə Ambosun bir problemi var ki, Ambos həqiqətən çox çətin bir dildə yazılıbdır və ona görə məsləhət görərdim ki, mütləq Fəlbuqdan ya da başqa bir mənbədən başlayasınız əslində. İlk başqa bir şey oxuyub, onun necə deyim, Ambosu qoyursan qabağına, o tərcümə kitab kimi deyirəm həmişə ona. Baxırsan ki, cümlələr belə-belədir də, adam yəni ilk dəfə oxuyan üçün çətin gəlir. Yəni nə qədər yaxşı Almanca olsa belə, axıcı bir kitab deyil. Kitab deyil, yəni proqramdır.
Yəni axıcı yazılmayıb, belə deyək lazım. Ona görə də birinci nəyisə bilmək, Amosda sadəcə onu dərinləşdirmək və Amosu da oxuyanda, yəni tələbə modusunda yox, Həkim həkim modusunda oxumaq modusunda lazımdır. oxumaq lazımdır. Len kartları burada çox tərifləmək istəyirəm. Len kartlar çox kömək olur. Məncə mütləq almalısınız. Bu arada fərqi yoxdur hansı lantda verirsiniz imtahanı. Rayland ya da başqa lantlar əslində hamısı üçün materiallar bunlarda. Rayland spesifikə gəldikdə isə Kenas Profon qrupu var, amma o qrupun linki hazırda yoxdur. Yəni qrup link şəklində deyil də adminə yazıb müraciət eləməlisiniz ki, və göndərməlisiniz ona ki, həqiqətən sizin approach termininiz var və ancaq o cür qrupa daxil ola bilirsiniz. Yəni ona görə də əgər tutaq ki, 6-cı kursda oxuyursunuz, bu prosesləri eləmək istəyirsiniz, deyirsən mən indidən başlayım oxumağa, bitişin, yəni Firefox-lardan başlayın, Ambosdan başlayın. Nə vaxt ki Andax 5 punkt gələr, onda da KP qrupuna qoşularsınız. Telegramda da var. Ora 5 punkt, yəni orada yazıblar ki, ancaq kimin ki termini var, onu bu qrupa artırın. Ona görə də bunu belə bir şey qoya bilmirik ki, ora qoşula biləsiniz. Bu qrupda siz nə görəcəksiniz? Bu qrupda protokollar. Protokol dedikdə isə çıxmışlar da belə deyim, yəni insanların təcrübələri. Bunlar çox vacibdir. İmtahana 2 həftə qalmış, 3 həftə qalmış biz bunu oxumağa başlamışdıq və imtahanın ümumi gedişatı haqqında, prüfələrin sual vermə tərzləri haqqında, bu arada prüfələr əvvəlcədən bilmirsiniz. Hər şey yəni spontan olur imtahanda, bunu qeyd etmək istərəm. Və bu imtahan haqqında çox yaxşı bir fikir sahibi ola bilirsiniz. Və eləcə də insanlar imtahanları verdikcə ora qrupa atırlar öz təcrübələrini, hansı ki bizə göndərmişdi və bu çox kömək olur doğrudan da imtahanın ümumiyyətlə gedişi haqqında fikir sahibi olmağa, sualların qoyuluş tərzi haqqında və s. Və bir də fənlər prüferlər, 3 prüfer olur. Biri internist olur, biri cərrah olur, biri də yazımsız. Bir də crash kurs məsələsi var. Bu məcburi deyil. Məsələn, mən crash kurs götürməmişdim. Filan götürmüşdü. Mən heç nə götürməmişəm. Yəni sadəcə evdə oturub kitabdan oxuyaraq imtahana gedib. Aha, amma Fidan götürmüşdü, amma Fidanın çox da yəni kömək oldu aslında. Yəni crash kursa getsə sizə pozitiv nə ola bilər? İmtahanın gedişatını tam izah eləyirlər və orada bir prob imtahan olur axırıncı gün. Məsələn, orada bir özünü dəyərləndirə bilirsən ki, mən imtahanı keçərəm, keçmərəm, vəziyyət necə olar? Yəni məsələn, prob imtahanında da mənə dedilər ki, keçəcəksən. Bir ay sonra imtahanım idi, orada da keçsin yəni. Yəni crash kursu əgər götürə bilsəz, bu arada prüferimdən tanış olmuşdum mən orada artıq. Aha, yəni əgər crash kurs götürə bilsəz, bunun heç bir ziyanı yoxdur ki, xeyri var. İndi götürmək üçün də kömək eləyəcək sizə. Amma əgər ki birdən götürə bilməsəz, məsələn mənim kimi artıq vaxt çox gec idi mən istəyəndə və dolmuşdu yerlər. Yəni çox böyük bir problem deyil. Yəni də dediyim kimi əsas orada sizin cavablarınızdır. Bir gəldi imtahan gedişinə. İmtahan gedişi deməli imtahan 2 hissədən ibarətdir. Birinci hissədə gedirsiniz və sizə bir akt verirlər, pasiyent aktı. Yəni, hansı ki bu xəstəxanalarda bir maşının içində olur. Oradan götürürsən və xəstənin orada nə müayinələr, eynən epidemiz kimi hər şey içində olur da. Onun nə müayinələr olunubdur, nə eləyiblər, hər şey orada olur. Siz bunu alırsınız və başlayırsınız oxumağa içini, dəyərləndirirsiniz və əsas məsələ o ki, siz başa düşəsiniz ki, orada nə olunubdur. Və pasiyenti foş təmin eləyə biləsiniz. Yəni pasiyent təqdimatı eləyə biləsiniz. Kommentdə elədiyimiz kimi. İlk 70 dəqiqə bununla davam edir. İkinci hissəyə gəldikdə isə bu şifahi bir imtahandır. 3 prüferiniz olur. Bir cərrah, internist və 3-cü fən. Və bu hər prüfer sizə ortalama 20-25 dəqiqə müddətində sual-cavab eləyir. Bu vaxt uzun da ola bilər, qısa da ola bilər. Təəssüf ki, nə mövzuları əvvəlcədən, yəni bilmirik konkret nə soruşulacaqdır. Bir balaca o cəhətdən deyə bilərəm ki, bu imtahan gerçəkdən çox individualdır və prüferdən asılıdır əslində. Təəssüf ki, amma narahat olmayın, prüferlər çox netdir, hamısı çox gülərüzdür və həqiqətən çalışırlar ki, imtahanı keçəsiniz. Və yəni siz onsuz protokolları oxuyanda xəbəriniz olur ki, kim necədir, kim nə soruşur, kimin fav sualı nədir və onları siz öyrənəndə başlayan kimi əgər bu adamın ən xoşladığı suala, ən xoşladığı variantda cavab versəz, imtahan təbii ki, yaxşı axacaq. Və bir də ki, imtahan üçün həqiqətən, yəni necə belə izah edeyim, həqiqətən anlayaraq, dərin bir formada, əgər məsələn sizin əlinizdə türkçə ədəbiyyat varsa, Azərbaycanca ədəbiyyat varsa, ingiliscə ədəbiyyat varsa,
buradan da oxuyub hazırlaşa bilərsiniz əvvəlcə və daha sonra keçə bilərsiniz Almanca. Yəni ki, bu imtahanda sırf sizin biliyiniz yoxlanır. Belə Bəli. heç dil səviyyəniz belə yoxlanmır. Sadəcə və sadəcə biliyinizlə maraqlanırlar və imtahanda rentgen şəkilləri, ultraşar şəkilləri və daha sonra Yəni klinik EKG-lər, təfəkkür istəyirlər. BGA-lar. Və bir də məsələn, nə məsləhət verərəm, bilmədiyiniz şeyin adını orada çəkməyin. Çünki əgər bilmədiyin bir şey səhvdirsə, cavab olaraq, onda başlayacaqlar onun dibini qazmağa, soruşacaq, ilişə gedəcəksiniz. Yəni Ona görə də kafa ilə baxırsınız, danışırsınız, var benim sənədim. Yəni vardı və əsas olan odur ki, onlar görsünlər ki, siz bu imtahan üçün hazırlaşmısınız və sizin klinik təfəkkürünüz var. Əgər bunlar varsa, imtahanı yəni keçəcəksiniz. Üçüncü fənn məsələsinə qısaca toxunmaq istəyirəm. Bu nə ola bilər? Anesteziologiya ola bilər, pediatriya ola bilər, nevrologiya ola bilər, ya da radiologiya ola bilər. Biraz sürpriz dərsində üçüncü fənnin soruşacağı suallar. Ona görə də əslində iynələyən xirurgiya çox yaxşı hazırlaşmaq yaxşı olar ki, üçüncü fəndə bir balaca nəysə bilməsəz, ora bir səhv payı qalsın. Aha. Okay. Tamam. Son olaraq da Uykundan alınmalı. Siz imtahanı keçirsiniz. İmtahanı keçəndə deyirlər ki, heç işin yoxmuş. Sizin uykundanız 4-6 həftə ərzində gələcək. Və sonra siz onsuz da necə deyim, ödənişi eləmək üçün ən son gələn o sənəddə hardakı dediyi dəqiq yazılır ki, imtahan ayın neçəsi, saat neçədə olacaq. Orada onun yanında əlavə 2 sənəd də alırsınız ki, yenə eyni RSŞ-5 ayın proyeksiya eləmək üçün bir də Führung və daha sonra sənədlərinizi göndərirsiniz və 4-6 həftə içində də uyğun dəniz göndərirsiniz. Və unbedinglichkeit bescheinigungdur ki, əgər işləmisinizsə, sadəcə yazırsınız RSKM-yə ya da zəng edirsiniz, mən zəng elədim və onlar sadəcə bir e-maildə göndərdilər Landesantdakı unbedinglichkeit yoxdur. Bu məhdudiyyət arayışının Almanca versiyasıdır. Bəli. Və 4-6 həftə içində uyğunuzu alırsınız. Artıq bütün Almaniyada ürəyiniz harda istəyir, işləyə bilərsiniz və vətəndaşlığınıza başlaya bilərsiniz. Mən sizə istəmişdim ki, burada müsbət mənfi təsvirlərdə qısa müzakirə, amma necə sual verməyə vaxt qalsın deyə artıq burada Kurs mən ağlıma gələnləri tez deyim. Müsbət tərəf odur ki, hər şey çox tezdir. Sürətli bir formada eləyə bilirsiniz. FAMED imtahanından növbə gözləmək yoxdur. Aprobasiya üçün termin 1 ilə gəlir. İşləmədən hər şeyi eləyə bilərsiniz. Mənfi tərəf odur ki, işləmək. Xəstəxanalar aprobasiyasız adam götürmək istəmirlər. Çünki burada diz tutmağa, yəni növbə tutmağa icazə yoxdur. Aprobasiya olmadan. Balant balacadır. Xəstəxana azdır və dağlıqdır. Şəhər sadəcə 1-2 şəhər var böyük. Ona görə də bir balaca, yəni iş tapmaq prosesi bir balaca ixtiyardır ki, çətindir. Amma sənədləşmə rahatdır. İş tapmaq üçün də onu bir dənə deyə bilərəm ki, məsələn, hospitasiya eləyin. Hospitasiya eləyin, hardakı ehtimal iş ala bilərsiniz və o şöbədə yer boşalsa o işi alın. Okay, məncə burada biz yaxınlaşdıraq ki, suallarını da verə bilsinlər və hamımıza uğurlar